Gəlin əvvəlcə ondan başlayaq ki, bu present simple bizə niyə lazımdır? İngilis dilində niyə bu qədər çox zaman var? Təsəvvür edin ki, bizim həyatımızda iki növ hərəkət var. Biri hal-hazırda gözümüzün qabağında baş verənlər, digəri isə ümumiyyətlə baş verənlər. Present simple İngilis dilinin sabitlik zamanıdır. O hal-hazırki saniyə ilə maraqlanmır. O bizim stabil həyatımızla, qaydalarımızla və dəyişməyən həqiqətlərlə maraqlanır. Bu zamanı bir növ həyat pasportu kimi düşünün. Pasportda sizin adınız, soyadınız, vətəndaşlığınız yazılır. Bunlar sabit şeylərdir. Present simple da məhz belədir. Həyat tərzimiz, harada yaşayırıq, harada oxuyuruq, vərdişlərimiz, məsələn, sizin hər gün imtahana hazırlaşmağınız, təbiət qanunları, dünya necə qurulub? Yəni, bir iş dünən var idi, bugün də var və sabah da olacaqsa, bizə present simple lazımdır. İndi isə gəlin ekrandakı slayd vasitəsilə bu stabil dünyanı necə ifadə edəcəyimizə baxaq. Ekrandakı birinci hissəyə baxaq. Şəkildə bir nəfər yatıb. Bu Alexdir. O indi avtobus sürmür, yuxudadır. Amma biz onun haqqında danışanda he drives a bus deyirik. Niyə? Çünki bu onun peşəsidir, daimi işidir. Sizin üçün də eynidir. Siz indi evdə ola bilərsiniz. Amma mən sizin haqqınızda you study at school, siz məktəbdə oxuyursunuz deyirəm. Çünki bu sizin ümumi vəziyyətinizdir. İkinci yaşılxanaya keçək. Buradakı qayda çox sadədir. Mən, sən, biz və onlardan danışanda fe'l olduğu kimi qalır. Amma diqqətli olun. Əgər söhbət ondan, yəni he, she, it gedirsə, fe'lin sonuna mütləq s artırırıq. Məsələn, the sun shines, günəş parlayır. Və ya a student prepares for exams, şagird imtahanlara hazırlaşır. S hərfini unutmayın. Bəs sual vermək və ya yox demək istəsək, üçüncü sarı xanaya baxın. Burada bizim köməyimizə iki dost gəlir. Do və does, inkar edəndə don't və doesn't, sual verəndə do və does önə keçir. Amma gizli bir sir. Əgər cümlədə does və ya doesn't varsa, o fe'lin sonundakı bayaq dediyimiz s hərfini özünə maqnit kimi çəkir. Does he work? Artıq works demirik. Çünki burada does işlənilir. Bölmə 4-də biz hərəkətin tezliyini görürük. Əgər bir işi hər gün, adətən və ya tez-tez ediriksə, bu present simple'dır. Sizin üçün ən yaxın misal. I study English every day. Buradakı every day, hər gün sözü bizə deyir ki, bu sizin rejiminizdir. Və nəhayət, 5-ci hissə. Bəzi fe'llər var ki, biz onları deyəndə elə hərəkəti həmin an yerinə yetiririk. Məsələn, mən sizə I promise, söz verirəm deyirəmsə, artıq söz vermiş oluram. Bu cür sözlərdə heç vaxt ing işlətmirik. I am promising demək səhvdir. Sadəcə I promise, I suggest, təklif edirəm və ya I apologize, üzr istəyirəm. Beləliklə, present simple bizim həyat xəritəmizdir. Stabil olan hər şey burada cəmləşib. İndi gəlin hərəniz öz rejiminiz haqqında bir cümlə qurun. Məsələn, I usually drink tea in the morning.